Fədaisi, sözün əsl mənasında Qarabağ uğrunda gedən döyüşlərdə düşünmədən belə canını fəda edən bir oğlun, Ramil balamızın xatirəsinə yığılmışdır. Ramil balamızın anası vaxtsız dünyasını dəyişir. Ancaq bugün onun bax bu məzarlıqda, bu Qəhrəmanlar Xiyabanında uyduğu qardaşların anaları burada iştirak edir. Ona bir ana əvəzindədirlər. Şimdi hal-hazırda bizim qəhrəmanımız inşallah ki cənnətdə anasıyla bir aradadır. Allah cəmi şəhidlərimizi ruhunu şad eləsin. Bunların sayəsində biz dünyaya Azərbaycanımızı hansı gücə malik olduğunu sübut elədik. Və dünyaya sübut elədik ki, biriləri bilməsə də, biriləri görməsə də, birilərinin gündəmində olmasa da belə bu torpaqların üstündə və bu torpaqların altında Azərbaycan adlı məmləkət deyərək dərdlənən canlılar var. Bax, o bugün dərdlənən canlılardan birini biz bugün xatirəsini digərlərinə də şamil etməklə yad edirik. Allah cəmi şəhidlərimiz ruhunu şad eləsin. Nə deyim, bu qədər dövr keçdi, 30 il ərzində səbr elədik, sonuç meyvəsi şirin oldu. O şirinlik ondan ibarət oldu ki, torpaqlarımız işğaldan azad oldu. Ancaq vurğuladığımız kimi o qələbə asan başa gəlmədi. Bax, bu oğulların çiynində o qələbəni bizlərə bəxş elədilər. Başımız sağ olsun. Başımız sağ olsun. Vətən sağ olsun. Allah razı olsun. Allah kömək olsun. Biz hər dəfə tədbirlərimizdə deyirik ki, bu şəhidlərlə bağlı zaman-zaman gələcək kitablar yazılacaq, əsərlər, filmlər və digər. Əlimə bir kitab düşdü, yazarlar buradadır. İlham Seyidzadə, Vətən övladları. Bu belə bir anlıq şəhidimiz haqqında məlumat var. Demək, Lələtəpə uğruna gedən döyüşlərdə iştirak edib qəhrəmanlasına. Sonra 22 sentyabrda yenə 2-ci Qarabağ müharibəsi başlandı, qoşulub 22 oktyabrda Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirəncə yaralanıb. Onun səngər yoldaşı, əskər yoldaşı, silah yoldaşı Ülvi demək 4 kilometr yol onu çiynində aparır. Öz əskər yoldaşı. Burada çoxdur. Mən bir-iki cümlə bir anlıq dedim. Yəni zaman gələcək həqiqətən burada əgər bir neçə vərəq yazılıbsa, bu hər biri haqqında kitablar yazılacaq, tarixə düşəcəklər. Əsas odur, Hacı Əhməd qardaşımız da dedi, bu vətənimizi, bu torpağımızı, millətimizi, dövlətimizi, onu ki bizə bu igidlər, qəhrəmanlar bəxş ediblər, onu qoruma hər birimizin vəzifə borcudur, boynumuzun borcudur. Sağ olsunlar, Allah köməkləri olsun, bu belə bir kitab